Pira Kosmetik'ten sipariş ettiğim məhsullarla gəlmişəm. Bu səfər istədim sizlərlə bərabər açaq. İlk öncə bu məhsuldan başlamaq istəyirəm ki, saç fenləməmişdən öncə istifadə edirsiniz. Çox gözəl qoxusu da var. Baş üçün belə bir bandana və saç üçün möhtəşəm qoxulu olan sprey. Wow. Duşdan sonra saça istifadə olunan belə bir məhsul saçı saç qramlardan qoruyur, çox qəşəng bərpa edir. Üz yuma köpüyümüz. Wow. Belə bir duş geli setimiz. Adına getirdi, adından çıxdı. Lenide Kuya'nın adı neydi? Bilemiyorum. Qırışların əleyhinə bilirsiniz ki 30 yaşı keçdiysə mütləq ki bizə baxım etmək lazımdır. Qırışları əleyhinə qoruma baxın belə bir məhsulda sifariş vermişik. Çox da qəşəng belə bir bağlama hazırlayıb verə bildik. Hər gün makyajdan istifadə edən biri kimi deyə bilərəm ki, ən vacib olan bir şey. Hər istədiyiniz makyajda lazım olan hər bir şey var. Bu tempalin. Diyorum, bakın belə bir pomadası və hamısının adına gedədir. Diyorum, bakın ikili belə bir pomada seti də var, mat olan da var, parlaq olanı. Bunlara kim yox deyək ki? Üz üçün, göz üçün, dodaq üçün hər biri var. Qadınların vazgeçilməz dodaq qələmləri 3 tonda olan var. Baxın. Tuşumuzu da açaq, tam ətraflı görsədim. Wow. Qəşəng. Belə bir pomadamız da var. Rəng tonuna baxın siz bir. Qoxusu da çox qəşəngdir. Bu arada qızlar, pomadada ən çox qoxuya da çox önəm verirəm. Tək görkəmə yox. Yəni vurursan qəşəng tam gəlir, dad gəlir. Onlardan. Kəndlik tamaniyam. Mənim öz istifadə elədiyim günlük digər təməlim var. Bu səfər fərqli etmək istədim. Bu arada sizlər üçün digər bir videoda çəkəcəm. Bu arada bu məhsullarla sırf sıfırdan makyajımı, make-up'ımı, Pira Kosmetik'dən istifadə etdiyim məhsullarla çəkəcəm, paylaşacağım. Digər videolarda onlara da baxarsınız. Belə bir, bunun makyajın yanına baxarsınız. Ən önəmlisi scrub. Scrub'ımızı da unutmayaq. Belə bir scrub'ımız da gəlib. Təşəkkürlər.